ay Zeynəb, ay Ümmü Gülsüm, ay Səkinə, məndən sizə salam olsun. Yəni Xuda hafiz. Deyir, hamısı xeymədən çıxdı, atamız gedir. Son ümidimiz gedir. Deyir, elə dövriyə aldılar, ətəyindən yapışıblar, buraxmırlar. Güclə istəyir, çıxsın, buraxmırlar. Danışmıram, vallahi day danışmıram. Çıxdı əllərindən, gəldi meydana. Tək qalıb meydanda. Döyüşdü, taqətdən düşdü, baxdı və nəzərəl Hüseyin yəminən və şimala. Hüseyin sağa baxdı, sola baxdı ki, bəlkə bir adam var. Gördü ki, ancaq şəhid cənazələridir. Fəqal, Allahümmə innəkə tərə ma yəsnə'u bi vələdi nəbiyyik. İlahi, görürsən Peyğəmbərin oğlu ilə necə davranırlar? Görürsən, sonra deyir, susuz dodaqlarını Allaha göstərdi. İlahi, görürsən, məni susuz öldürürlər. Yenə nəsə demək istəyirdi, bilmirəm. İstəyirdi deyə, ilahi, görürsən, bunu deyəndə gördülər, ox gəldi, sancıldı ürəyinə. Sözü yarımçıq qaldı. Üz üstə gəldi yerə. Bismillah və billah və ala milləti Rəsulillah. Qanım Peyğəmbər ümmətinə hədiyə olsun. Şimir gəldi, çıxdı sinəsinin üstünə. İmam Zaman məni bağışlasın. Aşura günüdür. Zeynəb baxır. İmam Sadiq deyir, cənnətdən Peyğəmbər gəlib. Əli gəlib, Fatimə gəlib, Peyğəmbərlər gəlib, mələklər gəlib. Baxırlar, Şimir Hüseynin başın bədənindən ayırır. Baxdı ona, elə ki başın bədənindən ayırdı. Düşmən qoşundan səs gəldi, Allahu Əkbər. Hüseynin başını kəsib Allahu Əkbər qışqırdılar. Onlar Allahu Əkbər deyəndə bu tərəfdən də bir xanımın ağlamaq səsi gəldi. Elə hey yana-yana deyirdi, məzlum bala.